Fonetika dilçiliyin əsas bölmələrindən biridir. Fone, səs, tika elm deməkdir. Yəni fonetika səs haqqında elmdir. Amma səs dedikdə bütün səslər nəzərdə tutulmur. Bura danışıq səsləri aiddir. Məsələn, qapının döyülməsi, küçədə maşın səsləri, nə bilim, tıqqıltı, məsələn, əlimizi stolun üstünə vururuq. Oradan çıxan tıqqıltılar, bunların heç biri fonetika bölməsində öyrənilmir. Fonetikada yalnız və yalnız danışıq səsləri öyrədilir. Danışıq səsləri. Danışıq səsləri nədir? Danışarkən tələffüz etdiyimiz səslərə biz danışıq səsləri deyirik. Danışıq səsləri danışıq üzvlərinin köməyi ilə yaranır. Nədir danışıq üzvlərimiz? Uşaqlar, bizim ağzımızdan çıxan hər bir səsin yaranmasında ağciyərlər, nəfəs borusu, udlaq, qırtlaq, dil, diş, dodaqlar, səs dilləri hamısı iştirak edir. Məsələn, bir dənə ağzımızdan c səsi çıxsın və yaxud da saitlər, samitlərdən hamısı çıxmaq üçün biz elə bilirik ki, asan bir şeydir. Amma görün neçə dənə daxili orqanlarımız hərəkət edirlər. Və danışıq üzvləri iştirakına görə iki qrupa bölünür. Fəal və qeyri-fəal. Fəallar dil, dodaq və səs telləridir. Fəallar dil, dodaq və səs telləri. Qeyri-fəallar isə yerdə qalanlar, məsələn, ağciyərlər, nəfəs borusu, udlaq, diş, bunlar. Bu fəalların içərisində də ən fəalı dildir. Məsələn, düşər ki, ən fəal danışıq üzvümüz dildir, bəli. Doğru fikirdir. Danışıq səsləri iki qrupa bölünür. Saitlər və samitlər. Danışıq səsləri iki qrupa bölünür. Sait və samit. Ümumi desək, Azərbaycan əlifbasında 32 hərf var, 34 səs var. Bu hərflərdən 9-u saitlərə aiddir, 23-ü samitlərə aiddir. Səslərdən isə 9-u saitlərə aiddir, 25-i samitlərə aid səslərdir. Saitlərlə samitin nə fərqi var? Saitlər ağız boşluğunda heç bir maneəyə rast gəlməyərək uzanan səslərdir. Vurğu qəbul edir, heca yaradır. Samitlər isə ağız boşluğunda müxtəlif maneələrə rast gəlir, uzanmır, vurğu qəbul etmir. Sadəcə hecanın yaranmasını iştirak edir. Yəni samit olmasa belə heca ola bilər. Təkcə saitdən ibarət hecalarımız da var. Yəqin ki, bilirsiniz. Sonra saitlərdən danışsaq deyərik ki, 9 sait var. A, I, O, U, E, Ə, İ, Ö, Ö. Bölgüsü də qalın, incə, açıq, qapalı, dodaqlanan, dodaqlanmayan. Buna vaxt itirmək istəmirəm, amma dərs prosesində bunları soruşacağım qayda kimi. Sonra saitlərin uzanması. Bayaq dedik ki, saitlər samitlərdən fərqli olaraq uzanan səslərdir. Uzanma yalnız və yalnız tələffüzdə və yaxud da deyilişdə istifadə olunur uzanma. Tələffüzü göstərmək üçün isə transkripsiya adlanan belə bir mötərizədən istifadə olunur. Və uzanan saiti sözdəki digər saitdən fərqləndirmək üçün yanına belə bir qoşa nöqtədən istifadə olunur. Məsəl üçün, götürüm elan sözünü. Mən elan sözündə E saitinin A-dan daha uzun tələffüz olunduğunu göstərmək üçün E-nin yanına belə bir uzanma qoyuram. Və yaxud da götürüm təbii sözünü. İ-nin digər Ə-dən fərqli tələffüz olunduğunu göstərmək üçün qarşısına qoşa nöqtə qoyuram. Yəni uzandığını göstərmək üçün. Amma dilimizdə I və Ü saitlərimiz uzun tələffüz olunmur. Yerdə qalan saitlərimiz isə uzanırlar. I və Ü uzun tələffüz olunmur. Bir dənə üfüqi sözün ikinci ecasındakı Ü istisnadır. Yerdə qalanlar isə uzun tələffüz olunur. A, E, Ə, yəni istədiyiniz qədər hamısı uzun tələffüz olunur. Bir də bir sözdə iki dənə saitin uzanmasına rast gəlinə bilər. Onu deməyi unutdum. Məsələn, şairanə sözündə iki dənə saitin uzanması var. Şairanə. Və yaxud da dəvətnamə sözündə iki dənə saitin uzanması var. Dəvətnamə. Burada həm Ə uzanır, həm də A uzanır. Yəni sözdə ancaq bir dənə saitin uzanmalıdır fikri yanlışdır. Bütün sözlərdə də uzanan sait olmalıdır fikri yanlışdır. Sözdə bir dənə də uzanan sait ola bilər. İki dənə də ola bilər, yəni fərqi yoxdur. Bura qədər nəsə sual varsa verin. Əsas da xüsusən də mələk. Çünki onu mən izah eləməmişəm. Yoxdur. Yaxşı. Qoşa saitli sözlər.
Qoşa saitli sözlər nədir? Sözün əvvəlində, ortasında, axırında iki eyni sait yan-yanaşı işlənir ki, biz belə sözlərə qoşa saitli sözlər deyirik. Qoşa saitli sözlər iki qrupa bölünür. Eyni cinsli qoşa saitli sözlər və müxtəlif cinsli qoşa saitli sözlər. Eyni cinsli qoşa saitli sözlərdə adından da göründüyü kimi iki eyni sait yan-yanaşı işlənir. Məsələn, deyirəm saat. Baxın, iki dənəsi yan-yanaşı işləndi. Tələffüzdə necə olacaq? A-nın biri düşür, digəri uzun tələffüz olunur. Saat sözündə A-nın biri düşdü, digəri uzun tələffüz olunacaq. Saat. Və yaxud da götürüm təbii sözünü. İ'nin biri düşəcək. Yazılışda qeyd edeyim. Təbii sözündə İ'nin biri düşəcək, digəri uzun tələffüz olunacaq. Təbii. Və yaxud da əmtə sözünü götürüm. Əmtə sözünün ənin biri düşür, digəri uzun tələffüz olunur. Əmtə. Bu formada tələffüz olunacaq. Sonra, müxtəlif cinslərdə isə bəzi qaydalarımız var, bəzi şərtlərimiz var. Müxtəlif cinsi qoşa samitli sözlərdə necə baş verir? Deməli, birinci, A, İ, İ-A, Ə-İ, İ-Ə, İ-O və A-Ü hərf birləşmələrini tələffüz etdikdə bu hərflərin arasına Y samiti əlavə olunur. Bax, A-ilə tələffüz edəndə deyirəm A-ilə. Zəif, zəif. Radio, radio. Mələk dərsdəsən? Öz-özümə danışmıram inşallah. Sonra, müxtəlif cinsləri bir də, bax bunu istəyirsiniz qeyd edin, götürün. Bu lazımlı bir şeydir. Hətta qırmızı hərflərlə yazıram, qırmızı ilə yazıram. Bax, bəraət, qiraət, itaət və şücaət sözlərində, bəraət, itaət, qiraət, şücaət sözlərində bir də qənaət. Uşaqlar, bu sözlər həmişə düşür və həmişə də tələbələri çaşdırır. Bu sözlərin yazılışı və deyilişində heç bir fərq yoxdur. Bəzən uşaqlar elə bilir ki, bunların arasına Y samiti əlavə olunur. Xeyr, bu hərflərdə bir dənə uzanması var. Bəraət, qiraət, itaət, şücaət, qənaət. Bir dənə uzanan səsi var. Vəssalam. Bu sözlərin yazılışı və deyilişi fərqlənmir. Yazılışı və deyiliş fərqlərini diqqətlə qulaq asın ki, çünki bu qəsdən salınır. İstər toplumun özündə də görə bilərsiniz, istərsə də sınaqlara da bəzən salırlar. Sonra keçirəm saitlərdə ahəng qanunu. Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Sözdə ya ancaq qalın olmalıdır, ya da ancaq incə olmalıdır. Həm qalın, həm də incə olarsa ahəng qanunu pozulmuş olar. Bir də biz söz yaradıcılığı bölməsində demişdik. Bir variantlı şəkilçilər ahəng qanunu pozan şəkilçilərdir. Bir variantlı şəkilçilər ahəng qanunu pozan şəkilçilərdir. Çünki onların yalnız bir forması var. Sözün məsələn kökü incədir, amma o şəkilçi qalın saitlidirsə, ahəng qanunu avtomatik pozmuş hesab olunur. Sonra gəlib çıxıram samitlər haqqında danışıram. Biraz uzundur. Diqqətli olun. Samitlər bayaq da dedik ki, ağız boşluğunda müxtəlif maneələrə rast gələrək uzun tələffüz olunan sözlərdir. Uzanmayan sözlərdir daha doğrusu. Samitlərdə səs tellərinin iştirakına görə samitlər iki qrupa bölünür. Kar samitlərə və cingiltili samitlərə. Kar samitlərdə səs telləri iştirak etmir. Ona görə də onlar küydən ibarət olur. Cingiltilərdə isə səs telləri iştirak etdiyinə görə onlarda həm küy var, həm də avaz var. Bax, bunu diqqətli olmayıb əzbərləməlisiniz. Karlarda səs telləri iştirak etmir. Ona görə onlar yalnız küydən ibarət olur. Cingiltilərdə isə həm küy, həm də avaz var. Karla cingiltili samitlər bir-birlərindən cütlük təşkil edirlər. Bu cütlüklər əzbər soruşulacaq. Bir də dilimizdə L, M, N, R. Cingiltili samitlərinin kar qarşılığı yoxdur. H kar samitinin isə cingiltili qarşılığı yoxdur. Pelus, M, N, burun samitləridir. H isə boğaz samitidir. Yəni, boğaz boşluğunda tələffüz olunur. Sonra samitlərdən keçirəm qoşa samitli sözlərə. Qoşa samitli sözlər də bölünür eyni cinslərə və müxtəlif cinslərə. Eyni cinsli qoşa samitli sözlərdə
t, p, ç, g. Bunların yazılışı və deyilişi fərqlənir. P, ç, g. Bunların yazılışı və deyilişi fərqlənir. T'dır, p, p'dır, ç, ç'dır, g isə k şəklində tələffüz olunur. Yəni testlərə düşsə, istisnalar çıxmaq şərti ilə demək olar çox sözdə belədir. Bir də qoşa y var. Qoşa y həm bir y kimi tələffüz oluna bilər, həm də ikisi də deyilə bilər. Əgər sözün kökündə olarsa, y-nın ikisi də deyilir. Məsələn, niyyətdir, xəyyamdır, qəyyumdur. Bunların hər ikisində deyilir. Amma iyyət şəkilçilərinin tərkibində olarsa, iyyət şəkilçilərinin tərkibində olarsa biri deyəcək. Məsələn, ədəbiyyatdır, kəşfiyyat, riyaziyyat, nəqliyyat, bu tipli sözlərin tərkibində biri deyilir. Bu eyni cinslər. İndi keçən müxtəlif cinslərlə bağlı olanlara. Sözün ortasında iki kar samit yanaşı gələrsə, tələffüzdə onlardan ikincisi cingiltili qarşılığına keçir. Məsələn, taxta. Baxın, iki dənə kar samit yanaşı gəlib. Tələffüzdə deyəcəm, taxta. Sonra, n-dan sonra b-m hərflərindən hər hansısa biri gələrsə, sözün ortasında n-dan sonra b-m hərflərindən hər hansısa biri gələrsə, n-m kimi tələffüz olunur. Məsələn, şənbə tələffüz elində deyirəm, şənbə. Amma məsələn, kombayndır, peyğəmbərdir, pambıqdır, kömbədir. Bu sözlər istisnadır ki, onlarda m elə yazılışında var. Uşaqlar bəzən çaşırlar, deyirlər ki, deyilişdə var, amma yazılışda yoxdur. N ilə olmalıdır da, xeyr. Həm deyilişində, həm də yazılışında m-dır. Sonra, sözün ortasında q'dan sonra kar samit gələrsə, q, k kimi tələffüz olunur. Cingiltili gələrsə, q olduğu kimi tələffüz olunur. Məsələn, maqnit, baxın, q'dan sonra n gəlib, olduğu kimidir. Amma nöqtə, q'dan sonra t gəlib. Qarşılığına keçməlidir, nöqtə. Bu belə. Sualınız var? Bura qədər. Xeyr. Yoxdur. Deməli, indi keçirik samitlərlə bağlı, indi yazılışları və tələffüzləri. Baxlar, sonu eyni cinsli qoşa samitlə bitən, sözlər. Bax, bu düşür, diqqətli olmaq lazımdır. Bu sözlər bir hecalı sözlərdir. Bir hecalıdır. Və onların yazılışı ilə bağlı iki qaydamız var. Birinci, nədir bu sözlər? Birinci olaraq deyim, fəndir, sirdir, səddir, xətdir, haqdır. Bu tipli sözlərdən sonra. Əgər saitlə başlayan hər hansısa bir şəkilçi gələrsə, eyni samitdən ikisi də qalır. Yox, samitlə başlayan hər hansısa bir şəkilçi gələrsə, biri mütləqdir ki, düşsün. Rəsm, xət sözündə məsələn, bir t, rəsim, xət, bir t var. Dəstxət, üstün xət, bunlarda bir t var. Sonu eyni cinsli qoşa samitlə bitən sözlər bir hecalıdır. Yazılışı ilə bağlı iki qayda var. Saitlə başlayan gələrsə, ikisi də qalmalıdır bu şəkilçilərin. Samitlə başlayan gələrsə, biri düşməlidir. Sonra samitlərlə bağlı növbəti. Sonu cingiltili samitlə bitən söz köklərinin tələffüzü. Sonu b, d, g, c samiti ilə bitən sözlərdən sonra saitlə başlayan söz və yaxud da şəkilçi gələrsə, bıdıgıcı olduğu kimi tələffüz olunur. Məsələn, corabın. Görürsünüz, bundan sonra saitlə başlayan gəlib. Necə olacaq? Olduğu kimi. Corabın. Və yaxud da deyirəm, pələng ağzı. Necə tələffüz olunacaq? Pələng ağzı. Çünki özündən sonra saitlə başlayan söz gəlib. Bax, bunu bilsəz, elə bir dənə testiniz hazırdır. Yox, bunlardan sonra samitlə gələrsə, başlayan şəkilçi və yaxud da söz qarşılığına keçir. Məsələn, deyim ki, nə deyək? Çələngdə. Bax, G-dan sonra gəlir. Çələngdə şəklində tələffüz olunur. Və yaxud da götürüm, bir dənə də samitlə başlayan nə deyə bilərəm? Söz olsun. Kərpic.
qırıntısı. Baxın, burada da C-dan sonra samit gəlib deyə Ç kimi tələffüz olunacaq. Kərpic qırıntısı. Saitlə başlayan gələndə olduğu kimi qalır, samitlə başlayan gələndə qarşılığına keçir. Bunun qaydanın qısa məzmunu budur. Sonra sözün bu da düşür. Sözün sonundakı samitin kar və ya cingitli olduğunu bilmək üçün ona saitlə başlayan şəkilçi artırmaq lazımdır. Məsələn, bilmirəm palıdı yazım, bilmirəm palıt yazım. Palıdın düz olar, yoxsa palıtın? Təbii ki, D ilə yazılan forması düz olar. Deməli, mən bu sözü D ilə yazmalıyam. Və yaxud da bilmirəm corabı yazım, bilmirəm corab yazım. Coraba düz olar, yoxsa corapa? Təbii ki, bu. Bax, bu testdə düşür. Sözün sonundakı samitin kar və ya cingitli olduğunu bilmək üçün ona saitlə başlayan hər hansısa bir şəkilçi artırmaq lazımdır. Və yaxud da söz də gələ bilər. Saitlə başlayan söz də gələ bilər. Sonuncu qaydamı da izah edirəm. Q hərfinin ifadə etdiyi səslər. Q hərfinin ifadə etdiyi səslər uşaqlar. Birinci öz səsi. Q. Qələm. Sonra K səsi. Nöqtə. Nöqsan. Sonra X səsi. Budaq. Budaq. Məsəl üçün. Yarpaq. Bir də H səsi. Q hərfi H səsində vaxt ifadə edir. Özündən sonra saitlə başlayan söz gələrsə, tələffüzdə Q-ını ifadə edir. Məsələn, uşaq otağı. Burada Q hərfi ifadə eləyəcək uşaq otağı. Bu ancaq tələffüzə aiddir. Yazılışda isə Q-ya o zaman keçər ki, özündən sonra saitlə başlayan hər hansısa bir şəkilçi gəlsin. Məsələn, budaq. Mən buna saitlə başlayan şəkilçi artırmaq istəyirəm. Olur budağın. Budağın. Saitlə başlayan şəkilçi artırmaq istəyirəmsə, Q-ya keçir. Tələffüzdə başqa anlayışdır. Tələffüzdə özündən sonra sait söz gəlməlidir. Yazılışda isə şəkilçi artırılmalıdır. Sonra keçirəm Q hərfini ifadə etdiyi səslərə. Q hərfi ifadə eləyə bilər öz səsini, kələm, kök. İfadə eləyə bilər K səsini, kadır, klub. İfadə eləyə bilər xıştırıq səsini. İfadə eləyə bilər Y səsini, bitki, bitki. Bir də Y səsini. Y səsini nə vaxt ifadə eləyir? Özündən sonra saitlə başlayan söz gələndə. Məsələn, ürək ağrısı tələffüz olunacaq ürək ağrısı. Bu tələffüzdədir. Yazılışda isə Q-ya saitlə başlayan şəkilçi artıranda keçir. Məsələn, çiçək. Mən buna saitlə başlayan in şəkilçisi artırsam, olacaq çiçəyin. Belə. Mənə sualınız var? Buyurun.